Tanınmış müğənni Günel Zeynalova qardaşı Tunar Rəhmanoğlu ilə birlikdə müğənni Tacir Şamaloğlu'nun oğlunun toy məclisinə qatılıb. Sənətçi toy məclisində etdiyi səmimi açıqlaması ilə diqqət çəkib. Günel Zeynalova Ağdamlı bəylərlə bağlı söylədiyi fikirlərlə maraq doğurub. Ağdamlılar modern centilmen oğlanlar olur. Öz dədəmdən bilirəm deyə sənətçi bildirib. Qeyd edək ki, məclisdə sənət və iş dünyasının tanınmış simaları iştirak edib. Bizim de bugün Tunar'la buraya gelmememiz olmaz çünkü gagamız bizim bir denenimizdi. Belki durasınız eğer usta. Ne kadar oturasınız? Yok hep buraya gelin. Hatta hanımını da rəqsə dəvət edər. Siz de hanımınızın zəhmət olmasa. Ağdamlılar çok modern ve yaxşı centilmen oğlanlar olur. Dədəmdən bilirəm. Bütün bəylərimizdən xahiş edirəm ki, xanımlarını rəqsə dəvət eləsinlər. Haydi gəlsin mahnımız.